Herkese yepyeni videodan salam dostlar. Kanalıma abone olmağı, like atmağı unutmayın dostlar. Bugün sizlerle bir yerde Minecraft'ta halı saha düzəldirik. Bundan 2 bölüm əvvəl yorumlara yazmışdılar ki, halı saha düzəlt. Mən də sizin fikirlərinizi nəzərə alaraq bu bölümdə halı saha düzəldirəm. Dostlar, bayaq videonu kayda almışdım. Videonu kayda alan zaman A tapmışdım. İndi o A olan yeri göstərəcəm sizə. Həmin hissə buradadır. Və mən rastgele yeri qazırdım. Bir də gördüm ki, nə yaxşı bura çıxdım. Yaxşı oldu yani bura çıxmam. Bir dəqiqə yeri itirdim deyəsən. Bu belə idisə, buradan bu gəlirdisə, qarışdırdım. Dostlar, burada nə idi? Mən səhv bilirmişəm səndəmə. Nə idi? Burada makasla qırmaq olurmuş. Yəni bir də ipex tokunuşa ehtiyac yox imiş. Mən də biraz araşdırdım bu haqda. Bir də gördüm ki, tapdım. Olsa bilirdim daha çox A harda olur. Ona görə həmin hissəni axtarmaya çalışırdım. Və bunu tapdığıma görə də özümü şad hiss edirəm. Bu bölümdə də hədəfimiz olan yaratacağıq. Dostlar, istəkləriniz üzrə yorumlara nə istəsəz onu düzəldəcəm. Yəni sizin fikirləriniz mənim üçün dəyərli olur. Ona görə dostlar, kanalıma abunə olaraq like ataraq mənə dəstək ola bilərsiniz və mən 126 abunə olduğuma görə çox sağ olun. Dünən də videodan 1 abunə gəldi. Yəni dəstəklərinizə görə çox sağ olun dostlar. İndi oranı göstərəm sizə. Orada spawner vardı. Spawner'ı qırdım bayaq. Bir də bax tam bu hissə. Koymuşam burayı da. Aydınlatdırmışam. Bayaq video çəkirdim. Riski birdən videonu çəkimi qutardı. Mən də o maraqlı gəldi ki, niyə qutardı ona görə. Biraz da qırım olsa lazım olacaq mənə gələn videolarda da. Nə idi? Bəlkə böyütdüm, bəlkə yanı tenis yeri elədim. Ona görə daha gözəl olunsun deyə. Mən hara qoymuşam bunu? Düşüb ki o əlimdən. Aha, buradan aşağı inək. Biraz bu bölümdə biraz səyahət edeyim, hələ görünür tapıram. Aha, lapis. Lapis tapsam, elmas tapsam nə yaxşı olur. Amma elmas tapamayacam böyükdür. Dəmir qırıram ya. Dəmir farmım var, dəmir qırıram. Özümü yoram ya. Görün də dostlar. Dəqiqə baxaq görək. Oo, yenə çıxdı. Neyse, bu qədər bəsimdir mənim olsun da. Ölmək istəmirəm. Hələ ki cavanam. Gedək qaydaq. Amma lazım olsa yolu bilirəm. Suda qoymuşum ki, yuxarı çıxım deyə, rahat. Dostlar, mağaralarda çox zombi olur. Creeper var, risk arxada partlayır, boom, ölürsən. Dənəyimli olduğuma görə ehtiyatlı yazmaya çalışırım. Yolları əzbərləyirəm ki, qoy gedəndə daha rahat olsun. Aha, indi bu hissədə qutardı. İndi çıxa bilərik yuxarı. İndi yuxarı çıxandan sonra işimiz qutarır. Buradan belə, buranı işıqlandırmamışam ki. Səhv şeylə. Görün bura. Aha. Taktikadır, hamısı taktika. Buradan belə çıxdıq. Mağaralar görə necə hazırlanır? Mənə maraqlı gəldi. Səhv yerə çıxmışım. Yaddaş çox bombadır, yaddan çıxır. Baxaq görək. Dəmirə ehtiyacım olsaydı, aha, qayıt. Bölə bilərəm burada. Deməli, onda bu hissə qalıb. Bura. Bura yadındaydı əslində, amma tam necə gedəcəyim tam belə uyğun yadımda qalmamışdı. Dostlar, gələn videolardan düzəltməm istəyirsə yorumlarda yaza bilərsiniz. Bu bölümdə neydi? Halı sahanı düzəldirik. Halı saha düzəltmək üçün dünən 4 saatımı aldı. O yeri düzləşdirmək. Nə qədər yer düzləşdirmişəm, nə qədər köylü evi qırdım. Soxunu lavla yandırdım. Ona görə taxtalar tez getdi. Ondan sonra torpaqlar düzənləmək üçün nə qədər əziyyət çəkdim. Hələ nə qədər boşluqlar var idi, o boşluqları doldurmaya çalışdım. Dəqiqə səhv yerə gedirəm. O boşluqları doldurmağa çalışdım. Və əlimizə belə bir saha gəldi. Bu sahanın hissələrini hazırlayıram indi. Yığdığım neydi? Yunlar sayəsində 3-cü sayıda, Yunlar 5-5 elədi. Yoxsa mən nəyi səhv edirəm? Bax, gəlsən buradan. Tam xəttdə olan yerə qoymuşam deyəsin. Baxın bir dəqiqə. Qayıtçı hara getdi? Baxaq görək indi. 5-in 5 olmur.
O düz gəlib. Yəqin birini az saymışam ona görə. İndi onu necə eləmişəm? Və bu hissəni belə hazırlayaq. İndi o da elə yadımda qaldısa, bu da belə olmalıdır. Və aralarını öz doldura bilərik. Və bacara bildiyim qədər daha cəld işləməyə başlayıram, çünki axşam olur. Özü çox pis getdi, deyən görüm. Hə. Yavaş-yavaş işləyəcəm. Daha maraqlı yapılar eləməyə çalışacağım. Ben usta bölüm başından demişdim. İstəklərinizi yorumlara yazın və mən də düzəltməyə çalışacağım. Əl bacarığım çatdığı qədərini düzəldə biləcəm. Yəni pis olsa dostlar üzürlü sayın. Və biz də bunu bacarıq. Nə qaraq. Baxım görüm nə qədər attım, qabaqdadır. 3 attım. Ortadan da bir dənə dairə düzəldəcəm. Düz buradan hazırlayaq. Buradan hazırlayayım bir də. Hə. Qurtardı. Penaltı nöqtəsi qoyacağım. Penaltı nöqtəsində elə bu hissəyə qoyacağım. Elə tam ortadan. Gəlir. Hoppa. Bunu da bura qoyaq. Bu penaltı hissəsi burada olsun. Buradan da gəlir. Hoppa. Qıraqlarının yaxında tribunda eləyəcəm. Yemə buradan. Heç nə. Öldürməyim səni. Get buradan. Get də. Bir də ölmədi ye. Birini doğursan biri gəlir. İndi. Bu hesablamalarım üzrə. Bu belə tam ortadır. Aha. Belə orta olmalıdır. Düz qapı ilə eyni hizadır. Hə. Dairə olur. Və beləliklə tam ərazi düzəldə bilirik. Bu belə olandan sonra əsasən bu hissəni biraz gücləndirməliyik. Balta yox deyən görək. Balta ölüb. Qoləm bilmirəm hara baxır. Yəni sən mən öldürəsən. Hə. Bir dəqiqə bu hissəni tam düzəldim belə. Hazırlaya bildiyimi hazırladım dostlar. Nə yaxşı hazırladım, deyən görüm. Bu hissəni də biraz, bəlkə bu hissəni biraz dəyişdirək, belə bil. Buranı belə qırın. Başqa bir dəqiqə bunu belə edeyim. Ya da yox, elə əvvəlki yaxşı idi. Sağ olun dostlar. Gələn videolarda görüşənədək bu bölümdə istəkləriniz üzrə halı sayıladım. Sağ olun dostlar, gələn videolarda görüşənədək. Kanalıma abunə olmağı, like atmağı da unutmayın.